Salam, hər vaxtınız xeyir olsun. Bedu xəbəri izləyirsiniz. Sizinlə Elmira Ağayeva. Əvvəlcə anonslar. Bakı Dövlət Universitetinin komandası Breyring intellektual oyununun mart ayı üzrə qalib olub. Jurnalistika fakültəsində tələbə elmi cəmiyyətin təşəbbüsü ilə elm gününə həsr olunmuş görüş keçirilib. Bakı Dövlət Universiteti və ARB 24 telekanalının növbəti News Lab təlim proqramı başlayıb. İndi isə daha ətraflı. Bakı Dövlət Universitetinin komandası İctimai Televiziyanın Breyring layihəsinin 25-ci mövsümünün mart ayı üzrə çempionu olub. İctimai Televiziyanın efirində yayımlanan Breyring televiziya layihəsinin 25-ci mövsümü start götürüb. İlk oyunda komandamız Qarabağ Universitetinin Xankəndi komandasını 7-0 hesabı ilə məğlub edib. Daha sonra isə Azərbaycan Turizm və Menecment Universitetini 6-0 hesabı ilə məğlub edərək finala çıxıb. Final mərhələsində Bakı Dövlət Universitetinin komandası Bridge komandasını hər iki oyunda məğlub edərək mart ayı üzrə qalib olub. Breyring intellektual oyununun 4 ay davam edəcək mübarizəsində ölkənin 13 bölgəsini və 8 universitetini təmsil edən komandalar mübarizə aparacaq. Mehriban Yariyeva, Bedu xəbər. Jurnalistika fakültəsində Türkiyə səfirliyinin media müşaviri Alptekin Cahangirin iştirakı ilə elm gününə həsr olunmuş görüş keçirilib. Bakı Dövlət Universitetinin Jurnalistika Fakültəsinin tələbə elmi cəmiyyətinin təşəbbüsü ilə 27 mart Azərbaycan Respublikasında elm gününə həsr olunmuş görüş keçirilib. Görüşdə Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cahangir işbilir iştirak edib. Jurnalistika Fakültəsinin dekanı Dosent Vüqar Əliyev fakültənin qardaş ölkənin aparıcı ali təhsil müəssisələri ilə uğurlu əməkdaşlığından söz açıb. Bildirib ki, fakültədə bütün türk dövlətlərinin və xüsusilə Türkiyə təcrübəsinin öyrənildiyi türk xalqlarının jurnalistikası fənni tədris olunur. Fakültənin elmi işlər üzrə dekan müavini Dosent Sevinc Əliyeva bu ilin may ayında Türkiyənin Üsküdar Universiteti ilə birgə keçiriləcək rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti mövzusundakı simpozium haqqında məlumat verir. Daha sonra 21-ci əsr Türkiyə mediası qarşısında çağırışlar və jurnalistika təhsili mövzusunda çıxış edən Alptekin Cahangir işbilir, bildirib ki, ən müxtəlif situasiyalarda peşə borcunu yerinə yetirən jurnalistlər strateji kommunikasiya bacarığına sahib olmalıdırlar. Bu, ixtisaslaşma sahəsindən asılı olmayaraq peşəkar jurnalistlərin bacarmalı olduqları əsas xüsusiyyətdir. Görüş tələbələrin suallarının cavablandırılması ilə interaktiv formada davam edib. Fatimə Zeynalova, Zahid İbrahimov, Bedu xəbər. Bakı Dövlət Universitetinin Geologiya Fakültəsinin tələbələri Sankt-Peterburq Dövlət Universitetində keçirilən Beynəlxalq Geoloji Tələbə Sammitində iştirak ediblər. Xəyal Hüseynov, Adnan Əliyev və Aysun Mehdiyeva geologiya sahəsi üzrə tədqiqat mövzularını təqdim ediblər. Konferansda dünyanın bir sıra ölkələrindən olan tələbə və doktorantlar, gənc tədqiqatçılar bir araya gəlib. Bakı Dövlət Universitetinin kollektivi 31 mart Azərbaycanlıların soyqırım günü münasibəti ilə Quba Soyqırım Memorial kompleksini ziyarət edib. Kompleksin ərazisində ucaldılan abidənin önünə əkil və gül dəstələri düzülüb. Soyqırım qurbanlarının əziz xatirəsi yad edilib. Biologiya Fakültəsinin təşkilatçılığı ilə 27 mart elm günü münasibəti ilə elmi innovasiya və biotexnologiyalar, ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər mövzusunda dəyərli masa keçirilib. Elm günü münasibəti ilə Bakı Dövlət Universitetində elmi innovasiya və biotexnologiyalar, ekoloji tarazlığın davamlı təminatında yeni perspektivlər mövzusunda dəyərli masa keçirilib. Fakültə dekanı Professor Afət Məmmədova ekoloji tarazlığın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinin qlobal problemlərə çevrildiyini vurğulayıb. Çıxış edənlər elmi innovasiya və biotexnologiyalar sahəsində yeni tədqiqatların istiqamətlərindən danışıb. Dəyərli masa çərçivəsində əməkdaşlıq imkanları dəyərləndirilib. İştirakçıların sualları cavablandırılıb. Elbrus Şərimli, Bedu xəbər. Jurnalistika Fakültəsi ilə ARB 24 kanalı arasında News Lab təcrübə proqramına start verilib. Təlimləri uğurla bitirən tələbələr sonda işlə təmin olunacaq. Bakı Dövlət Universiteti və ARB 24 telekanalı arasında imzalanmış əməkdaşlıq müqaviləsi çərçivəsində 4-cü News Lab təlim proqramı başlayıb. 3 ay davam edəcək proqram xəbər hazırlanması, nitq mədəniyyəti, görüntü və videomontaj sahələrini əhatə edir. Seçim mərhələsini uğurla tamamlayan 12 tələbə ilə universitetdə görüş keçirilib. Jurnalistika Fakültəsinin dekanı Vüqar Əliyev bildirib ki, bu ildən etibarən təlimlərə 3-cü kurs tələbələri də cəlb edilib və əməkdaşlıq daha da genişləndirilib. ARB 24 telekanalının direktoru Radiq İsmailov proqramın 4 ildir uğurla icra olunduğunu diqqətə çatdırıb.
O, bu təlimi jurnalistika sahəsində işə qəbul öhdəliyi ilə həyata keçirilən yeganə layihə olduğunu vurğulayıb. Proqramı gənclər üçün dəyərli imkan adlandıran professor Qulu Məhərrəmli iştirakçıları fəal olmağa və bu fürsətdən maksimum yararlanmağa çağırıb. Daha sonra Radiq İsmailov tələbələrə ilk təlimi təqdim edib. Newstop təlim proqramını uğurla başa vuran şəxslərə sertifikatlar veriləcək, onların yarısı ARB24-də işlə təmin olunacaq. Zəhra Niftiyeva, Zahid İbrahimov, Bedu Xəbər. Bedu xəbəri izlədiniz. İdman xəbərlərini isə həmkarım Elbrus Kərimi təqdim edəcək. Növbəti buraxılışlarda görüşmək diləyilə. Sağ olun, salamat qalın. Salam hörmətli tamaşaçılar, BDO TV-nin efirində idman xəbərlərini izləyirsiniz. Sizinlə Elbrus Kərimlidir. Azərbaycanı təmsil edən güləşçimiz Slovakiyada keçirilən Avropa çempionatında son dəqiqəyə qədər mübarizəni davam etdirərək bayrağımızı yüksəltdi. Azərbaycanın sərbəst güləşçisi Georgi Meşvildişvili Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında qızıl medal qazanıb. 125 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda Gürcüstanlı rəqibi Solomon Manaşvili ilə mübarizə aparıb. 3-7 hesabı ilə geri düşən Meşvildişvili sona 3 saniyə qalmış əla fəndlə 4 xal qazanıb. Görüş 7-7 hesabı ilə başa çatıb. Azərbaycan idmançısı xalların keyfiyyətinə görə qızıl medala layiq görülüb. Bu, Azərbaycan millisinin yarışdakı ilk qızıl medalı olub. UEFA Çempionlar Liqasının 4-1 final mərhələsinin ilk oyunları keçirilib. UEFA Çempionlar Liqasının 4-1 mərhələsinin ilk oyunları birinci gün baş tutan qarşılaşmada Arsenal stadionunda Real Madridi qəbul edib. Maçda əsas hadisələr ikinci hissədə baş verib. Topçular Kral klubunun qapısından 3 cavabsız gol keçirərək 3-0 hesabı ilə qalib gəlib. Declan Rice bu oyunda dubl ilə yadda qalıb. İkinci oyun günündə Barcelona Dortmundun Borussiasını qəbul edib. Görüş Kataloniya təmsilçisinin böyük hesablı qələbəsi ilə başa çatıb. 4-0. Digər oyunda isə PSG Parisdə Aston Villa ilə qarşılaşıb. Bu görüşdə də meydan sahibləri 3-1 hesabı ilə qalib gəlib. Qəbələ Xankəndi ultramarafonuna start verilib. Ultramarafon 192 km məsafəni əhatə edir. 10 apreldə Qəbələ şəhərindən start götürən ultramarafon 13 apreldə Xankəndi şəhərində başa çatacaq. Qadın futbolçulardan ibarət Azərbaycan yığması UEFA Millətlər Liqasında Montenegro ilə heç-heçəyə razılaşıb. Montenegroda baş tutan görüşdə ilk hissə qolsuz bərabərliklə başa çatıb. Qarşılaşmanın 54-cü dəqiqəsində Manə Mollayeva hesabı açıb. Rəqib komanda məğlubiyyətdən 92-ci dəqiqədə qaçıb. Yasna Dakoviç penalti zərbəsini dəqiq yerinə yetirib. Qeyd edək ki, Azərbaycan yığması daha əvvəl Bakıda bu rəqiblə qolsuz heç-heçə edib. Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv son oyununu mayın 30-da Litvaya qarşı keçirəcək. Zəhra Niftiyeva, Bedu Xəbər. İdman xəbərlərini izlədiniz. Növbəti buraxılışlarda görüşmək ümidi ilə. Sağ olun, salamat qalın.